Hər vaxtınız xeyir olsun, hörmətli dostlar və dəyərli izləyicilər. Mən Mehman Məmmədov, TN şirkətinin təlimçisi. Bu gün mən sizi TN şirkətinə tanış eləyəcəm, TN şirkətinin təklif etdiyi biznes imkanlarına tanış eləyəcəm, tələblər və təkliflər nədir, bu barədə sizə məlumat verəcəm. Təlimimizə bir araşdırma ilə başlamaq istəyirik. Həmin araşdırma aparan şəxs əslən Yaponiyalıdır. Hal-hazırda Amerikada yaşayan bir iqtisadçıdır, eyni zamanda biznes adamıdır. Çoxların həmin insan haqqında məlumatı var. Həmin şəxsin adı belə adlanır, Robert Kiyosaki. Maraqlı bir kitabı da var. Həmin kitabı mütləq tövsiyə edirəm ki, oxuyun. Kitabın adı belədir, Varlı ata, kasıb ata. Həmin şəxs araşdırma aparanda daha çox peşə sahibi olan insanlar, yəni bir iş fəaliyyəti olan insanlar üzərindən araşdırma aparıb və həmin araşdırma da müəyyənləşib ki, dünyada iş fəaliyyətinə görə fərqlənən 4 sektor var. Yəni biz indiyə qədər hansısa bir fəaliyyətimiz olubsa, bu 4 sektorun birində çalışmışıq. Ya muzlu işlə məşğul olmuşuq, ya sərbəst sektorda fəaliyyət göstərmişik, ya biznes və yaxud da investisiya. İndi gəlin baxaq görək ki, bu 4 sektorun əsas mahiyyəti nədir? Hansı sektorun hansı kriteriyaları var? Bu barədə sizə məlumat vermək istəyirəm. Muzlu sektorun 4 əsas kriteriyası var. Bunlardan birincisi, muzlu sektorda çalışan insanlara təyin olunmuş konkret iş saatının olmalıdır ki, mütləq şəkildə həmin iş saatı çərçivəsində biz iş yerimizdə olmalıyıq. İkinci kriteriya, həmin təyin olunmuş saatın konkret aklat gəlir olmalıdır ki, yaxşı və ya da pis işləməzdən asılı olmayaraq həmin gəlir heç vaxt dəyişmir. Üçüncü kriteriya, həmin saatı, həmin gəliri təyin edən bir müdürün, bosun, rəhbərin və şefin olmalıdır ki, o həmin müdür, bos bizə həmin saatı və həmin gəliri təyin edir. Eyni zamanda bunlarla yanaşı təyin olunmuş şərtlər var. Kiyosaki müəyyənləşdirib ki, muzlu işlə məşğul olan insanların 4 kriteriyası var və həmin insanlar adlandırıblar dəmir qəfəsdə çalışan insanlar. Gəlin baxaq görək ki, bu 4 kriteriyası olan hansı peşə sahibləri var. Bunlardan birincisi müəllimlərdir, hərbiçilərdir, həkimlərdir, polis sahəsində olan insanlardır, marketdə işləyən satıcılardır, kasserlərdir, bankda işləyən menecerlərdir və s. Yəni, sadalanan 4 kriteriya hansı peşə sahiblərinə varsa, həmin insanlar muzlu işlə məşğul olan insanlardır. İkinci kriteriyamız adlanır sərbəst sektor. Sektor olaraq ikinci sektorumuz adlanır sərbəst iş sektoru. Bəs yaxşı, gəlin baxaq görək, sərbəst sektoru muzlu sektordan fərqləndirən əsas cəhət nədir? Muzlu sektoru adlandırırlar dəmir qəfəs, sərbəst sektoru isə adlandırırlar qızıl qəfəs. Qızıl tərəf olmaq ondan ibarətdir ki, yuxarıda sadaladığımız muzlu sektordakı kriteriyaların heç biri olmur. İnsanlar qrafiklərini özləri təyin edirlər, xidmət göstərdikləri saat qədər gəlir əldə edirlər. Üçüncü, özləri öz işlərin müdürləri olduğu kimi, eyni zamanda şərtlərdə özləri təyin edir. Bu, bunun qızıl tərəfidir ki, heç bir şərt altında insanlar çalışmırlar və həmin şərtləri, kriteriyalar insanlar özləri təyin edir. Minus tərəfi ondan ibarətdir ki, qeyd etdik ki, burada da qəfəs sözü var. Bəzən insanlar gəlir qazanmaq üçün, maddi durumunu dəyişmək üçün, pul qazanmaq üçün hətta günlərinin 24 saatını verməyə can atırlar və çalışırlar ki, həmin müddət ərzində xidmət göstərsinlər. Çünki sərbəst sektor daha çox ticari yönümlü olduğu üçün ticarətdə çox yaxşı bir söz var. Deyir ki, itirilmiş müştəri, itirilmiş qazanc deməkdir. Bəzən sahibkarlar, bəzən ticarətlə məşğul olan insanlar, hansısa bir mağaza işləyən insanlar öz müştərilərini itirməmək üçün hətta müəssisələrini 24 saat açıq saxlayırlar. Pluslar ondan ibarətdir ki, kriteriyalar özləri təyin edirlər şərtləri, minuslar ondan ibarətdir ki, xidmət göstərmirlərsə, gəlir qazana bilmir. Gəlir üçüncü sektora adlanır biznes sektoru. Əslində, bəzən insanlar biznesdən sərbəst sektoru səhv salırlar. Sərbəst sektora da misal çəkə bilərsiniz, bir neçə xidmət sektorlarını, daha çox ticarətlə məşğul olan insanları, bərbərləri, dərziləri, taksi sürücülərini, kuryerləri, fərdi şəkildə məşğulə keçən müəllimləri və s. Biznesi sərbəst sektordan fərqləndirən birinci əsas xüsusiyyət bundan ibarətdir ki, burada bir sistem olur. Bəzən dedik ki, ticarətlə biznes niyə səhv salınır sərbəst sektoruna? Çünki dostlar, sərbəst sektorda insanlar xidmət göstərmirlərsə pul qazanmırlar. Təsəvvür ki, bir mağaza işlədirsiniz və ya da bir hansısa bir yer işlədirsiniz və siz orada yoxsunuz, mağaza xidmət göstərmir. Aydın məsələ, biz bu gün qazanc götürə bilmirik. Amma biznes sektorunda bu belə baş vermir. Çünki biznes sektorunda bir sistem olur, bir komanda olur və bir xidmət olur. Biznesin tərifi deyir ki, istehsalçı ilə istehlakçılar arasında münasibətləri tənzimləyən sistem adlanır biznes sistemi. Biznesi muzlu və sərbəst sektordan fərqləndirən söz adlanır sistem. Sistem niyə fərqlənir? Əslində, muzlu sektorda da bir sistem var. İnsanlar sadəcə sistem üçün fəaliyyət göstərir. Çünki orada heç bir şey insan təyin edə bilmir. Sərbəst sektorda insanlar öz sistemlər üçün fəaliyyət göstərirlər, amma biznes sektorunda sistem insanlar üçün fəaliyyət göstərir.
Dünyada biznes modelini iki hissəyə bölürlər. Birinci adlanır klassik biznes, biz buna xətti biznes adlandırırıq. İkinci biznes növü adlanır məlumat biznesi ki, təlim gedişatında bu iki biznes haqqında sizə geniş şəkildə məlumat verəcəm. Əslində biznes sözü son dövrlərin qlobal bir peşəsinə çevrilibdir. Bir 20-30 il bundan qabaq daha çox muzlu sektor insanların tələblərini ödəyirdisə, maddi və mənəvi ödəyirdisə, anda artıq real dövrümüzdə biznes insanların daha çox maddi və maliyyə məsələlərinə dəstək olmaq kömək edir. Onun üçün də bugünkü gündə real şəkildə insanların biznesə daha çox maraqları var. Dördüncü sektor adlanan investisiya sektoru. İnvestor olmağın da iki əsas yolu var. Birinci yolu biznesdən keçidli, sadə və asan yoludur. İkinci yolu isə əgər sizin hansısa bir maliyyəniz varsa, keçmişdən qalan pul kütləniz varsa, onu investisiya xarakterli istifadə edə bilərsiniz. Dostlar, biz bugün müəyyənləşdirdik ki, bu araşdırma üzərindən insanlar bu 4 sektorun birində çalışıbdır. Ya muzlu işlə məşğul olublar, ya sərbəst sektorda fəaliyyət göstəriblər, ya biznes və yaxud da investisiya. İndi gələn baxaq görə statistika nədir? Biz əslində bir şey görmüşük ki, insanlar harda çox işləyirlərsə, orada pul çox qazanmalılar. Amma statistika bunu demir. Statistika deyir ki, dünya əhalisinin 80% muzlu və sərbəst sektorda fəaliyyət göstərirlər, cəmi dünya pul kütləsinin 20%-ni qazanırlar, amma dünyada cəmi 20% insan biznes və investisiya ilə məşğul olurlar, dünyadakı pul kütləsinin 80%-ni qazanırlar. Buna deyirlər Pareto prinsipi. İxtiraçının öz adını qoyur. Deyir ki, sən demə, çox işləmə insanlara nə etmədi? Çox pul qazandırmadı. Eyni bir fəaliyyəti siz muzlu sektordan sərbəst sektora keçirdib görsəniz, gəlirinizdə onda fərq verir. Eyni hadisəni, eyni proqramı, eyni mövzunu muzlu və sərbəst sektordan keçirdib biznes sektorunda görsəniz, gəlirinizdə 16 dəfə qədər fərq verəcək. Təqribən bir misal ekranda görürsünüz. Bir ay işin nəticəsində 8 nəfər fəaliyyət göstərir muzlu və sərbəst sektorda. Pul bölürsən gəlində ümumi pul kütləsi həmin 8 nəfərə bölünəndə insan üzərinə düşən pul 250 manatdır. Amma təqribən düşünsəniz ki, biznes sektorunda 2 nəfər fəaliyyət göstərir, pul kütləsi 80%, yəni 8000-dir. Hər şəxsə düşən pul kütləsi 4000-dir. Bəs yaxşı, gəlin baxaq görək ki, bu sektorlardan hansıları TENS bizə təklif edir? TENS deyir ki, mən sizə bu 4 sektorun ikisini təklif edəcəm. Bir, sərbəst sektoru təklif edirəm. Bu daha çox vaxtı, zamanı limitli olan şəxslərdir. Məsələn, bizim TENS kollektivimizə fəaliyyət göstərən şəxslər içərisində hansısa bir fəaliyyət növü var, amma yerdə qalan boş saatlarını öz maddi durumunu dəstəkləmək üçün istifadə edən şəxslər var. Misal, tələbələr var, boş saatlarını dəyərləndirmək istəyirlər və yaxud hansısa bir iş fəaliyyəti var, eyni ilə həmin boş saatlarını dəyərləndirmək istəyirlər. Həmin insanlar rahat şəkildə sərbəst sektoru seçsələr, öz fəaliyyətlərini sərbəst sektorda davam etdirə bilərlər. İkinci təklif etdiyi sahə biznes sektorudur. Biznes sektorunda hansı bacarıqlar bizdə olmalıdır? Bir, bəs yaxşı, biznes bizə hansı bacarıqlardan istifadə etmək şərait yaradır? Birinci, bizim öyrənmə bacarığımız olmalıdır ki, o bizə daha çox üstünlük yaradacaq və şərait verəcək. Biznesdə ikinci, məlumat vermə, ünsiyyət, komanda quruculuğu, idarə etmə, biznes işinin təşkildarı olunması bu şəkillərdə bacarıqlarımız olmalıdır və yaxud da həmin sahələri öyrənməyə bizə şərait yaratmalıdır. Biz qeyd etdik ki, TENS 2 sektor təklif etdi, sərbəst sektor, biznes sektor. İndi gəlin baxaq görək dostlar, biznesin modellərindən tanış edeyim sizi. Hansı modellər var, hansı modellərlə məşğul olmaq daha məqsədə uyğundur. Dünyada biz dedik ki, biznesi bölürük əsasən iki hissəyə. Birinə deyirlər xətti biznes. Bu klassik, ənənəvi və yaxud da Lord dilində adlandırılan dədə-baba biznesi. Gəlin baxaq görək, klassik biznesdə hadisələr necə formalaşır. Biz biznesin tərifini deyəndə xatırlayırsa dedik ki, istehsalçı ilə istehlakçı arasında münasibətləri tənzimləyən sistem adlanır biznes sistemi. Bəs yaxşı, gəlin baxaq görək, biz xətti biznesdən məşğul olmaq istəsək, nələrə diqqət eləməliyik, hansı hadisələrlə qarşılaşırıq, burada itkilər varmı, qazanc varmı və burada nələr daha çox ön plana çıxır. Bax, təsəvvür edin ki, bu qələmdir. Qələm zavodda istehsal olunur 20%, yəni 20 qəpiyə istehsal olunur. Bu qələmin zavodda istehsal olunaraq 20 qəpiyə istehsal olunan məhsula, sonunda biz alıcılar mağazada 100% pul ödəyib əldə edirik. Xətti biznesdən məşğul olan şəxslər ekranda gördüyünüz bütün hadisələrlə qarşılaşırlar. Bax, təsəvvür etdiniz ki, 100%'lik sonda qazanılan pulun bölgüsü ekranda gördüyünüz kimi həyata keçirilir. 80% aradakı vasitəçilərə çatır ki, onlar üçün məhsulun keyfiyyətli və qiymətə münasib olmaq önəmli deyil. 20% cəmi zavoda çatır. Və burada aydın məsələdir ki, bəzən bu iki sözə diqqət olunmadığı üçün məhsul bazarda qala bilmir. Bax, təsəvvür edin ki, özünüzə indiyənə qədər nəsə almışsınız. Bəzən elə vaxt olub ki, aldığınız məhsul ilk etapda daha keyfiyyətli olubdur, amma sonraki vaxtlarda həmin məhsulu müraciət edib almaq istəyəndə baxmışsınız ki, məhsul
əvvəlki məhsul kimi keyfiyyətli deyil. Və yaxud da bəzən biz özümüzə nəsə məhsul alanda biz onda iki hala diqqət edirik. Bir, məhsul keyfiyyətli olsun, ikinci, qiyməti cibimizə münasib olsun. Amma bəzən biz bunları uzlaşdıra bilməmişik. Məhsul çox yaxşı keyfiyyətli olubdur, qiyməti münasib olmayıbdır. Amma bəzən məhsulun keyfiyyətinin eyni olmanı asılı olmayaraq, yerləşdiyi yer onun qiymətini təyin edir. Bax, təsəvvür edin ki, bir geyim almaq istəyirsiniz. Geyimin bir mağazası yerləşir Portbak mağazalarında, bir mağazası yerləşir 28 Mallda, bir mağazada yerləşir Sədrə Ticarət Mərkəzində. Biz eyni məhsulu almaq istəyirik. Məhsul Portbak mağazalarında tamam fərqli qiymətdir. Gəlib 28 Malldan alsaq tamam fərqli qiymət alırıq. Gedib Sədrətdən alsaq tamam fərqli qiymət alırıq. Adi istədiyimiz kira maksimum qiyməti 1 manat 50 qəpik 2 manatdır. Həmin məhsulu biz hansısa bir idman zalında alıb istifadə etsək, məhsulun qiyməti dəyişir, tamam fərqli qiymətdir. Eyni məhsul gedib aeroportda alıb istifadə etsək, orada tamam fərqli qiymətdir. Məhsulun zavoddan alıcıya gələn qədər keçdiyi yol həmin məhsulun qiymətinə birbaşa təsir göstərir. Xətti biznesdə aradakı vasitəçilər içərisində elə bir vasitəçi var ki, o gəlirin hətta daha çox hissəsini qazanır. Bu 50%-in üzərindədir. Bu adlanır reklam. Xətti biznesdə 50%-in üzərindən qazanılan gəlir adlanır reklam. Aydın məsələ ki, bu gün bir məhsulun təqdim olunması üçün reklam daha çox önəm daşıyır. Xətti biznes üzərindən bazara çıxır. İndi burada sual yaranır ki, bəs Mehman bəy, keyfiyyətli məhsulların da mı reklama ehtiyacı var? Bunun sadə bir cavabından ibarətdir ki, heç vaxt keyfiyyətli məhsulların kütləvi reklama ehtiyacı qalmır. Yəni, bugün əgər sizin məhsulunuz keyfiyyətlidirsə, tələbat yönümlüdürsə, insanların daim istifadə edəcək məhsulsa, bunun kütləvi reklama ehtiyacı yoxdur. Amma elə məhsullar var ki, onlar bizim vacib ehtiyac və tələbatımız deyil. Onlar reklam olunmasa, biz həmin məhsulları heç vaxt istifadə eləməyəcək. Bəs hansı məhsullardır ki, onlar reklam olunması hər zaman insanların istifadələrinə lazımdır və istifadə etməlidir? Bunlar daha çox qida sektorlarından misal çəkə bilərik. Zaman keçdikcə baxırlar ki, xətti biznes insanların ehtiyac və tələbatlarını ödəmir, maddi və mənəvi. Bəzi insanlar biznesə başlayırlar, bu modellə başlayırlar, maliyyə xərcləyirlər, pul xərcləyirlər, biznesə başlayırlar və düşünürlər ki, hər zaman hər şey yaxşı olacaq. Amma zaman keçdikcə baxırlar ki, bunlar pulu xərcləyirlər, getdikcə pul daha çox xərclənir, amma xərclədikləri pulları geri qaytara bilmir. Qaytara bilməyəndə insanların beynində belə bir fikir yaranır. Biznes sən demə risk tələb edir. Amma zaman keçdikcə baxırlar ki, model artıq köhnəlib. Çox yaxşı bir deyim var. Deyir, zaman dəyişdikcə insanlar dəyişmirlərsə, zaman dəyişdikcə sistemlər dəyişmirlərsə, zaman dəyişdikcə ölkələr dəyişmirlərsə, həmin insanlar, həmin sistemlər, həmin ölkələr tənəzzül etməyə məcbur qalır. Və baxırlar ki, xətti biznes artıq zamana ayaqlaşa bilməyən bir modelə çevrilir. Yəni, insanlar maliyyə xərcləyirlər və bəzən o maliyyəni geri qaytara bilməyəndə biznes onların beynində risk kimi qalır. Və dünya bazarına 1956-cı ildə Kaliforniyada Carl Remock tərəfindən bir biznes model gətirirlər. Həmin biznesin adı belə adlanır. Məlumat biznesi. Rəsmi adı belədir, MLM, açıqlaması multilevel marketing adlanır. Amma biz bunu daha rahat şəkildə adlandırırıq məlumat biznes. Bəs gəlin baxaq görək ki, məlumat biznesini xətti biznesdən fərqləndirən əsas xüsusiyyətlər nədən ibarətdir? Siz fikir verdinizsə, xətti biznesdə arada vasitəçilər var. Və gəlirin daha çox hissəsi həmin vasitəçilər arasında ayrılırdı və xərclənirdi. Və məlumat biznesdə nə edir? Həmin aradakı vasitəçiləri tam götürürlər, tam ki bir daşınmanı saxlayırlar və arada bir sistem yaradılır. Həmin 80%-in 60-ını ayrılırlar məlumat biznesi sisteminə. Yəni, həmin sistemlə kim məşğul olursa, şirkət gəlirin 60%-ni həmin şəxsə verir. Yerdə qalır 20%. 20-ni, 10%-ni verirlər məhsulun üzərinə, məhsulun keyfiyyətini artırırlar, bazara uyğun məhsul çıxardırlar və tələbat yönümlü məhsul çıxardırlar. Yerdə qalan 10% isə alıcının ödəyəcəyi puldan çıxırlar. Alıcı nə edir? Keyfiyyətli məhsulu və yaxud da xidməti məlumatlandırılaraq niyə ona vacib lazımdır? Sonda cibinə münasib qiymətə əldə edir. Bəs yaxşı, məlumat biznesdən məşğul olacaq şəxslərin üzərinə hansı öhdəliklər düşür? Birinci öhdəlik həmin prosesi öyrənmək lazımdır. Biz öyrənməyi əsasən iki hissəyə bölürük. Bir şirkətin istehsalını öyrənmək, yəni model nəyin üzərindən qurulubdur, biznes model, onu öyrənmək. İkinci, biznes modelini öyrənmək. Məsələn, bugünkü təlimin sonuna qədər siz TNS-in biznes modeli ilə tanış olasınız. Ki, növbəti təlimlərimiz artıq istehsalla bağlıdır. İkinci, öyrəndiyimiz haqqında məlumat vermə, yəni ünsiyyət qabiliyyətimiz daha yaxşı olmalıdır. 3, öyrətmə, 4-cü, idarə etmə. Əslində, məlumat biznesi sözü yeni bir söz deyil. Bu videonu izləyən şəxslər, baxan şəxslər hər biri məlumat biznesinə indiyənə qədər məşğul olubdur. Amma bəzən çox təəssüf olsun ki, biz pul qazana bilməmişik. Bax, təsəvvür edin ki, bir restoran xidmətindən istifadə edirsiniz, həmin restorandan razı qalırsınız.
Bir bərbərdən istifadə edirsiniz, razı qalırsınız. Bir dərzdən istifadə edirsiniz, bir taksi xidmətindən istifadə edirsiniz, bir kuryer xidmətindən istifadə edirsiniz, bir diş həkimindən istifadə edirsiniz, həmin xidmətlərdən razı qalırsınız. Və növbəti vaxtlarda bəzən həmin xidmətləri hansısa bir tanışınıza məsləhət eləmisiniz. Və həmin tanışlarınız da mütləq ki, həmin xidmətdən istifadə edin. Amma bəs yaxşı, biz həmin xidmət haqqında hansısa bir tanışımıza məlumat veririk, tanışımız həmin xidmətdən istifadə edir. Bəs yaxşı, sual çıxır ortaya ki, həmin sahibkarlar, həmin iş görən şəxslər bizim həmin tanışlarımızın oradakı aldığı xidmətə görə bizə hansısa bir maliyyə ödəyir? Təbii ki, ödəmir. Çünki niyə? Biz həmin məlumatı ona görə həm insanlara verməmişik, biz oradan pul qazanırıq. İnsan nə qədər yaşayırsa, onun 5 vacib ehtiyac və tələbatı var. Bunlardan birinə biz daha çox vacib deyirik. Bu adlanır ünsiyyət tələbatı. Ünsiyyət tələbatımızı ödəmək üçün bəzən biz hadisələr barəsində ətrafımızdakı insanlara mütləq məlumat vermişik. İkinci, istehsal keyfiyyətlidirsə, xidmət keyfiyyətlidirsə, mütləq biz həmin xidmət haqqında, həmin istehsal barədə ətrafımızdakı insanlara məsləhət eləmişik, məlumat vermişik. Çünki niyə? 21-ci əsr informasiya əsridir. Keçən əsrimiz adlanır texnologiya əsri. İnsanlar daha çox ixtiralar edirlər, istehsal çıxardılar bazara, istehsal çıxardılar və onu bazara təqdim edirlər. Və həmin vaxtda xətti biznes daha çox önəm daşıyır. Amma zaman keçdikcə 21-ci əsr informasiyasına keçdiyi üçün artıq biznes modelləri öz modellərini ənənəvi biznesdən götürərək keçirdirlər məlumat biznesə. Dünyada hal-hazırda son dövrdə 3 böyük şirkət öz biznes modelini ənənəvi biznesdən keçirdilər məlumat biznesə. Bu biznes modellərinin biri adlanır Amazon, ikincisi Tesla, üçüncüsü Apple. Bu 3 böyük şirkət öz biznes modellərini artıq məlumat biznesi üzərinə gətirir. Məlumat biznesinin dünyada 5 mindən çox iri şirkət məşğuldur. Hətta bəzi ölkələr bunu sistemi olaraq öz ölkəsinə tətbiq edir. Bunlardan ən öndə gələn ölkələrdən biri Yaponiyadır. Yaponiyanın gəlirinin 70-80% məlumat biznesi üzərindədir. Və bu gün Yaponiyanın heç bir təbii sərvəti yoxdur. Əhalisi, ərazisi ondan qat-qat böyük olan ölkələr var ki, onlardan daha çoxdur. Amma real dövrümüzə iqtisadiyyata baxanda, təhsilə baxanda, ekonomiya baxanda həmin Yaponiya daha ön plana çıxır. Məlumat biznesinin mexanizmi ekranda gördüyünüz kimi işləyir. Birinci, sistem deyir ki, məni öyrənməlisiniz. İkinci, öyrəndiyimiz haqqında məlumat vermə bacarığımız mütləq şəkildə olmalıdır. Üçüncü, öyrətmə. Dördüncü, idarə etmə. TN şirkəti də 34 ildir dünya bazarında tətbiq etdiyi biznes model məlumat biznesdir ki, bunun 24 ildir Azərbaycan bazarında tətbiq olunur. Dostlar, bir biznes üçün 3 önəmli söz var. Bunlardan birincisi belədir, keyfiyyətli məhsul, ikincisi sistem, üçüncüsü peşəkar komanda. Əgər bir biznes sahəsində müraciət edirsinizsə və həmin biznes sahəsində əməkdaşlıq eləmək istəyirsinizsə, bu 3 sözə diqqət edirsiniz. Birinci, baxın, görün, həmin şirkətin bazara çıxartdığı məhsullar keyfiyyətlidirmi? İnsanların tələbatını ödəyən məhsuldurmu? Bu məhsul bazarda daimi varmı? İkinci, diqqət edəcəyiniz məsələ, həmin şirkətin bir dayanacağı bir sistemi varmı? Yəni, təhsil sistemi, proqramı varmı? Üçüncü, həmin bu prosesləri reallaşdıran bir peşəkar komanda, bir peşəkar heyət var. Demək onda siz həmin biznesdən daha rahat şəkildə məşğul ola bilərsiniz. Mən sizə danışmaq istəyirəm TN şirkəti barədə. TN şirkəti transmilli holdingdir. 1992-ci ildə yaranmış beynəlxalq şirkətdir. Mərkəzi ofisi yerləşir Çinin Tianjin şəhərində. 97-ci ildən şirkət dünya bazarına çıxır. Dünyanın hal-hazırda 110-dan çox ölkəsində rəsmi fəaliyyət göstərir. 200 yaxın ölkəyə şirkət məhsul çıxarır. Dünyada TN şirkətinin istehsalından 50 milyondan çox ailə birbaşa istifadə edir. 2002-ci ildən BMT-nə rəsmi əməkdaşlığa başlayıbdır. Eyni zamanda 2002-ci ildən şirkət Azərbaycana gəlib, Ədliyyə və Səhiyyə Nazirinin rəsmi qeydiyyatından keçirir. 2004-cü ildən halalı sertifikatı alıb, dünya bazarında 10 müxtəlif sektor üzrə fəaliyyət göstərir. Turizmdir, təhsildir, bank sektorudur, elm tədqiqat sahəsidir, daşınmaz əmlakdır, avtomobil və dəmir yollarının çəkilişidir. Eyni zamanda yüngül, yeni və sənaye məhsulların realizasiyasından məşğuldur. Şirkətin illik dövriyyəsi 30 milyard dollar. Bəzi ölkənin dövlət büdcəsinə hətta ondan artıq olan bir rəqəmdir. Bəs yaxşı, TN şirkətin ümumi ərazisi nə qədərdir? Bax, təsəvvür edin bizim Sumqayıt şəhərini. Şirkətin ümumi istehsal parkının yerləşdiyi ərazi Sumqayıt şəhərindən böyük bir ərazidir. Mən daxil olmaqla kollektivimizin 40-a yaxın əməkdaşı 2025-ci ilin oktyabr ayında həmin sənaye parkında olmuş. Bu ekranda gördüyünüz hissə TN şirkətinin Tianjin şəhərində yerləşən sənaye parkının bir hissəsidir. İstehsal parkımızdır, konferans mərkəzimizdir, idarə olunma mərkəzidir, şirkətin parkıdır, mehmanxanalarıdır, mərkəzi girişidir, simvol olan səma şiridir. Bu gün TN şirkəti halalı sertifikatı alıbdır 2004-cü ildən, eyni zamanda kosmonavtların qida tədərrüsüdür.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 16 kubok, 49 qızıl medal, 140 sertifikat əldə edibdir. FDA, GMP, ISO 9001, ISO 9002 keyfiyyət nişanlarında şirkət əldə edibdir. 2015-ci ildə öz adına Ginnesin rekord açıqlaması saldırır. 6400 işçisini Fransanın Nice şəhərinə istirahətə apararaq və Paris şəhərinə istirahətə apararaq öz adına Ginnesin rekord açıqlaması saldırır. Həmin rekord açıqlaması saldırdığı adını 2025-ci ildə Tianjin şəhərində yeniləyərək, təsdiqləyərək öz adına yenidən Ginnesin rekord açıqlaması saldırır. 2017-ci ildə öz universitetini yaradır ki, həmin universitetdə ildə 30 minə yaxın tələbə təhsil alır. 95-ci ildən öz biznes sistemindən bazara çıxır ki, həmin biznes sisteminin ilkin alınan dəyəri 250 milyon dollar idi. Harvard Universitetinin professorları hazırlayıblar. Şirkət hansı ölkədə rəsmi fəaliyyət göstərirsə, həmin ölkənin dövlət bayraqları şirkətin muzeyində, eyni zamanda parkında dalğalanır. Bu 110 ölkəni əhatə edir. Azərbaycan bayrağı da həmin ölkələr sırasındadır. Ekranda gördüyünüz şəxsləri sizlə tanış eləmək istəyirəm. Düzdür, bir neçəsi sizlər tanıyırsınız, bir neçəsindən mən sizə təqdim eləmək istəyirəm. Tian şirkətinin qurucusu Li Dunyan adlanır. Çinin 33 ən varlı insanlarından biridir və dünyada milyarderlər sırasındadır. Hansı ölkədə olursa, həmin ölkənin mütləq dövlət başçılarına və yaxud da tanınmış şəxslərin birbaşa görüşlərində iştirak edir. Amerikanın keçmiş prezidentidir, Bill Gates'dir. Dünya milyarderlər sırasında ilk top 10-luqda olan Buffett'dır. BMT-nin keçmiş mətbuat katibidir, şirkətin CEO-sudur, Avrasiya ölkələr üzrə direktorudur, Azərbaycan üzrə olan nümayəndəmiz direktorumuz Elçin Ağayevdir. Və bura bir neçə insanları da əlavə eləyə bilərsiniz. Xorvatiyanın keçmiş prezidentidir, Ekvadorun və Perunun hal-hazırda vitse-prezidentləridir və bir neçə olimpiya çempionları da hal-hazırda TNS-lə əməkdaşlıq edir. TNS şirkətinin dünya bazarına çıxartdığı məhsullar 3 qrupa bölünür. Bunlardan birinci qrupda olan məhsullar bioloji fəallığa malik qida əlaqələrdir. İkinci, sağlamlaşdırıcı cihazlarımızdır. Üçüncü, şəxsi gigiyenik vasitələr. Məhsullarımız barədə videolarımız var. Oradan daha geniş şəkildə əldə eləyə bilərsiniz məlumatlarınız. Məhz Səhiyyə Naziri, Ümumdünya Səhiyyə Təşkilatı, NASA və bir də digər sektorlar TNS-lə məhsullarına görə əməkdaşlıq eləyir. Səhiyyə Nazirinin verdiyi sertifikatdır. 2002-ci ildə rəsmi olaraq fəaliyyət üçün verilən sertifikatdır. Bura artıq son dövrlərdə 2 qurum da daxil oldu. Qida Təhlükəsizliyi Agentliyi də eyni zamanda TNS məhsullarına sertifikat verir və bir də laboratoriyadan çıxan bütün sənədlər tam qaydasında olmalı ki, TNS məhsulları Azərbaycan bazarında təqdim olunsun. Qeyd edim ki, məhsulların hər birinə ayrı-ayrılıqda sertifikat verilir və tərkibləri tam şəkildə yoxlanır. Bütün kriteriyalar uyğundursa bazara təqdimata çıxarılır. Ekranda gördüyünüz şəkillər bir neçə ölkədən çəkilibdir. TNS şirkəti aktiv fəaliyyət göstərən bütün əməkdaşlarını aktiv fəaliyyət göstərdikləri üçün TNS hesabına xarici turistik səfərlər edir. Səfər 2 hissəli olur. 1. Bunun təlim proqramı olur. İnsanlar orada yeni informasiya, yeni məlumatlar öyrənirlər. İkinci, səyahət xarakterli olur. Bu şəkillər 2025-ci ildə çəkilibdir. Bu şəkillər içərisində olan bir neçə ölkə vardır. 1. Dubayda bizim kollektivimiz iştirak edibdir. 2. Taylandda iştirak edibdir. 3. Gürcüstan Batümidə iştirak edibdir. Türkiyədə, Çinin 3 şəhərində, Tianjin, Pekin, Şanxay şəhərlərində. Bu bizim aeroportdur, Şanxay şəhəridir. Bu da şirkətin 33 illiyi keçirildi 2025-ci ildə və həmin ərazidə Azərbaycan bayrağı da 110 ölkənin iştirak etdiyi tədbirdə bayraqlar sırasında dalğalanır. Əgər sizin də səyahət etmək həvəsiniz, marağınız varsa, TNS kollektivinin fəaliyyəti dövrünüzdə siz də həmin səyahətlərdə iştirak edə bilərsiniz, TNS hesabına iştirak edə bilərsiniz və həmin şəkillərdən biri də Çin sədinin girişində çəkilibdir. Bura diqqət edəcəyimiz çox ciddi bir nüans var, çox ciddi bir paraqraf açılıbdır bura. TNS şirkəti bizə qazanc planı içərisində önəmli olan bir gəlir növünü bizə açıqlayır. Deyir ki, məlumat biznesi bizə daimi qalıq gəlir alma imkanını verir. Burada 3 dənə sual var. Birinci sual belədir, qalıq gəlir nədir ümumiyyətcə? Biz bunu aydınlaşdıracağıq sizinlə. İkinci sual, niyə insanlar qalıq gəlir istəyir? Üçüncü sual, bəs gəldiyimiz TNS şirkətində qalıq gəlir prosesindən necə istifadə edir? Buna bəzən qonorar deyirlər, buna bəzən pasiv gəlir deyirlər. İndi gəlin başa düşək, bunun əsas tərifi nədir? Dostlar, qalıq gəlirin tərifi deyir ki, tələbatından daha çox qazanılmış gəlirə qalıq gəlirdir. Sadələşmiş formasını bilmək istəyiriksə, biz hadisəni bir dəfə görürük, işi bir dəfə görürük, biznes modelini bir dəfə görürük, həmin model biz orada olduq və ya da olmadıq, bizə hər zaman pul qazanır. Birinci sual budur ki, insanlar qalıq gəlir ümumiyyətcə nədir? Biz bunu aydınlaşdırıcı qonorar adlanır. Yəni biz hadisəni bir dəfə görürük, həmin hadisə bizə daimi pul qazanır. Bunun 2 misal üzərindən sizə daha rahat aydınlaşdırmaq istəyirəm. Təsəvvür edin ki, bir yazar var, kitab yazır.
Həmin yazarın kitabını biz oxumaq istəyirsə, mütləq biz onu pul verib əldə edirik. Və həmin qazancdan həmin yazara mütləq şəkildə pul çatır. Və yaxud da həmin yazarın yazdığı kitabı ekranlaşdırıb film çəkmək istəyirlərsə, mütləq yenə yazar tapırlar, xidmətin qarşılığını ödəyirlər, alırlar və istifadə edirlər. Və yaxud da düşünün ki, bir mahnı bəstələnir, bir bəstəkar mahnını bəstələyir. Əgər hansısa bir müğənni həmin mahnını ifa etmək istəyirsə, mütləq bəstəkara tapır, xidmətin qarşılığını ödəyir, alır və istifadə edir. Yazar neynədir? Kitabı bir dəfə yazdı. Bəstəkar neynədir? Mahnını bir dəfə bəstələdi. Və həmin xidmət təkrar şəklində insanlara daimi pul qazanır. Eyni zamanda buna bəzən də pasiv gəlir dedik. Bu, bunun maliyyə tələb eləməyən bir hissəsidir. Bəzən insanlar var ki, qalıq yerdən istifadə eləmək üçün maliyyələrindən istifadə eləmək istəyirlər. Bu zaman onlar hansısa bir ev alıb kiraya verə bilirlər, yer alıb kiraya verə bilirlər və ya avtomobil alıb kiraya verib oradan əlavə qazanc görürlər. Biz nə dedik? Dedik ki, biz işi bir dəfə görürük, həmin hadisə bizə daimi pul qazanır. İkinci sual deyir ki, niyə insanlar qalıq gəlir istəyirlər? Mesela bu gün biz istəyirik ki, xidmət göstərdiyimiz hansısa bir sahə olur olsun, həmin sahədə xidmətimizin qarşılığını mütləq alaq. Bəzən biz bunları uzlaşdıra bilmirik. Elə bir məsələlər olub ki, biz orada işləmişik, ayın sonunda verdiyimiz faydanın dəyəri 50 min, 60 min, 100 min. Amma ayın sonunda aldığımız gəlirlə gördüyümüz iş bəzən uzlaşır. Bu cür insanlar onun üçün diqqət edirlər ki, fəaliyyət göstərdikləri sahədə öz bacarığının qiymətini tam şəkildə ortaya çıxara bilsin. Bəs yaxşı, biz bunu TNS-də necə tətbiq edək? Qalıq gəlir prosesindən TNS-də necə istifadə edək? Burada onda sizə lazım olacaq çox maraqlı bir bacarıq lazımdır ki, qalıq gəlir sistemini TNS-də istifadə etmək üçün biz öyrətmə bacarığını istifadə etməliyik. Bax, təsəvvür edin ki, biz bir hadisəni öyrənirik, onun haqqında məlumat verir insanlara. Biz istəyirik ki, biz həmin hadisədə olmayanda da belə həmin biznes bizə daimi gəlir qazandırsın. Onda nə edirik? Onda öyrətmə bacarığımızdan istifadə edirik. Bax, təsəvvür edin ki, köhnə işlədiyiniz yerləri xatırlayın. Bir müəssisədə işləyirsiniz, yanınıza yeni işçilər gəlir və siz onlara nəyisə öyrədirdiniz həmin müddət ərzində. Amma bəzən elə vaxt olub ki, onları o qədər yaxşı öyrətmişsiniz ki, canla, başla, ürəklə, həvəslə bizi işdən çıxardırlar, onları qoyurlar bizim yerimizə işçi. Və yaxud da bəzən biz həmin insanlara nəyisə öyrədirdik, canla, başla, ürəklə, həvəslə, bir də baxırlar ki, insanlara həmin şəxslə rəhbərlik edir. Yaxşı, sual çıxır ortaya ki, biz həmin insanlara öz zamanımızdan ayrıb nəsə öyrədirdik, onları peşəkarlaşdırırdıq, keyfiyyətini artırırdıq. Bəs yaxşı, bu bizim ayın sonunda aldığımız gəlirə təsir göstərirdimi? Çox təəssüflər olsun ki, təsir göstərmirdi. Və həmin insanın fəaliyyətinə görə heç kim bizə əlavə qazanc, əlavə gəlir vermir. Və TNS də deyir ki, qalıq gəlir modelinə istifadə eləmək istəyirsinizsə, sizin yetərincə bilgi və bacarığınız var onsuzda. Yeni bir hadisə mən sizdən istəmirəm. Sadəcə öyrətmə bacarığını istifadə eləyərək TNS-də qalıq gəlir sistemindən istifadə eləyə bilərsiniz. Yaxşı, gəlin diqqət elədiyimiz çox maraqlı bir başlıq var. Məlumat biznesinə, xətti biznes arasındakı xərclər fərqinə baxaq. Baxın dostlar, təsəvvür edin ki, bir mağaza açmaq istəyirsiniz və həmin mağazanı açanda xətti biznes üzərindən biz açırıq. Baxaq görə xətti biznesdə biz nələrlə qarşılaşırıq? Birinci, insanlar pul tapırlar. Bəzi insanlar borc, xərc, bank, dost, tanışdan pul yığırlar ki, biznesə başlamağa. Bizə nə deyirlər? Deyirlər ki, sən başla, hər şey yaxşı olacaq. Və biz də biznesə başlayırıq. Və başlayanda təbii ki, biz yer tapmalıyıq, onu təmir etməliyik, içinə məhsul yığmalıyıq, işçilər tutmalıyıq, dövlətin vergilərini keçirməliyik. Yeniyik deyə biz bunları hər ay təkrarlayırıq. Və bir də baxırıq ki, ən aşağıdan ikinci söz yarandı bizdə. Risk yarandı. Heç bunu təsəvvür də eləməmişdik biz başlayanda. Risk iki yerə bölmək olar. Birinci, bizdən asılı olan səbəb, ikinci, bizdən asılı olmayan səbəbdir. Asılı olan səbəb nə ola bilər? Məkanı düzgün seçməyə bilərik. Əgər biz məkanı düzgün seçməmişsə, mütləq risklə qarşılaşacağıq. İkinci, içinə düzgün məhsul yığmaya bilərik, zamana uyğun məhsul yığmaya bilərik. İşçilərin vaxtına pulun verməsə, dövlətin vergilərini vaxtına keçirməsə, bunlar risk yaradır bizdə. Bu, bizdən asılı olan səbəblərdir. Bir də var ki, bizdən asılı olmayan səbəblər, buna deyilər force majeure hadisələr adlanır. Misal, hansısa bir qiymət dəyişimi baş verə bilər dünyada, hansısa bir müharibələr baş verə bilər dünyada, hansısa bir yanğın ola bilər, force majeure hadisələr baş. Məsələn, bunlardan bariz nümunəsini biz 2019-2020-də yaşadıq, pandemiya düşdü ortaya, çoxlu məsələ tam sıfırlandı. Birini yaşadıq biz 2015-ci ildə. Qiymət dəyişdi, yenə eyni hadisələrlə biz qarşılaşdıq. Demək, dostlar, bizdən asılı olmayan səbəblər də bizneslərə, iqtisadiyyata ciddi şəkildə təsir göstərir. Bəs yaxşı, gəlin baxaq ki, biz bu hadisələri axı hər kəs eləyə bilmir. Bu hadisələr hər kəsin eləyə biləcəyi bir bacarıq və ya da bir tətbiq edəcəyi bir hadisə deyil. Bəs bunları biz məlumat biznesində də nə eləməliyik? Məlumat biznesinə məşğul olmaq üçün bunların heç birinə ehtiyacınız yoxdur. Şirkət deyir ki, mən bunların hər birini həyata keçirirəm. Bazar istehsal gətirirəm,
məkanım var, sistemim var, komandam var. Bizdən gedən hadisə nədir? Biz ümumi proqramı tam dinləyərək, təlimatçılarımızla müzakirə apararaq, ümumi proqramı tam mənimsədik və onda qərar verib TNS şirkətinə əməkdaşlığa başlayır. Əməkdaşlığa başlamasın TNS-lə razılaşmaq lazımdır. Ki, mən TNS-lə razılaşıram, TNS biznes modelini tətbiq eləyəcəm. Online və ya offline fərqi yox. TNS bizneslə razılaşan kimi şirkət bizə bir razılaşma kağızı verir və 8 rəqəmli ID kod açır. Ki, həmin 8 rəqəmli kod TNS-i tək Azərbaycanda yox, dünyanın 124 ölkəsində təqdim etmək və tətbiq etmək şəraiti yaradır. Siz tutalım ki, həmin 8 rəqəmli kodla dünyanın 110 ölkəsindən yuxarı ölkələrdə, 110 ölkəsinə yaxın ölkələrdə tətbiq eləyərək öz biznesinizi inkişaf etdirə bilərsiniz. Razılaşma bizə hansı üstünlükləri verir? Bütün istehsalına endirim hüququ verir. Siz TNS-in həmin əldə etdiyiniz razılaşması ilə də endirim hüququndan istifadə edə bilərsiniz. Biznes modelini yerli və beynəlxalq bazarlarda rahat şəkildə tətbiq edə bilərsiniz. Bizə xüsusi bir təlimatçı ayırır ki, həmin təlimatçı bu işi bilən şəxslərdir. Biznes modelini tətbiq edib, effekt alıb və nəticə alıb və bu gün biz həmin insanların daha rahat şəkildə modeli tətbiq edə bilərik. Bizə bir təlim proqram verir, paket verir. Ki, həmin təlim proqramı bizim inkişafımıza çox böyük bir köməkli edir. Dünyanın 124 ölkəsində qeyd edilmiş əməkdaşlıqla yanaşı turistik səfər və rəsəlik hüququ və bir də əlavə olaraq xüsusi qazanc planı, xüsusi mükafatlar da bizə ayırır. Bu bizə nə zaman lazımdır? Cəmi bir dəfə TNS-ilə əməkdaşlıq eləmək üçün lazımdır. Bəs yaxşı, baxaq görək, nə üçün məlumat biznesinə qarşı fikirlər bəzən ziddiyyət daşıyır? Bunlar iki hadisəyə bölə bilərik. Bir, insanlar bəzən bizlə inanırlar, razılaşırlar, bəzən bizlə razılaşmır. Çünki niyə? Verdiyimiz hər bir məlumat yeni məlumat olduğu üçün insanlar onu 3 tipdə qəbul edir. Birinci insan tipləri pessimist insan tipləridir, bunlar 5%-dir. İkinci insan tipləri qərarsız insan tipləridir, 90%-dir. Dünyada 5% insan da optimist insan. Bunu sadə bir misaldan danışaq sizinlə. Tutalım ki, siz bir hadisəni bir tanışınızla danışmaq istəyirsiniz, həmin verdiyiniz məlumat həm insan üçün yeni məlumatdır. Bəzən biz həmin insana mükəmməl danışsaq da belə, insanın beynində qalan bir hadisə var, həmin insan bizə verdiyi məlumat. Belə olur ki, əşi, boş şeydir. Demək, artıq həmin insan tipləri adlanır pessimist insan tipləri. Bunun pessimistliyi, mənfiliyi bizə deyil. O, ümumiyyətcə, özü mənfi insandır. Nə qədər mükəmməl təqdim etsəniz də belə, o insan hər zaman onun mənfi tərəfini axtarır. Qərarsız insan tiplərindən bir hadisəni insana danışırsınız, həmin insan axırda qayıdır deyir ki, bax da özün bilərsən, istəyirsən elə, istəyirsən elə. Artıq biz aydınlaşdırırıq ki, bu insan tipi qərarsız insan tipidir. Üçüncü insan tipləri isə optimist insan tipləridir. Bir hadisəni danışırsınız, mükəmməl danışmasanız da belə, həmin insan axırda qayıdır deyir ki, get, hər şey yaxşı olsa, mən də sənin yanındayım. Onun üçün dostlar, çalışılmaq lazımdır ki, bu üç insan tipini diqqət eləmək, hansı insan tiplərinə məlumat vermək desəniz, mən sizə üçüncü insan tiplərini daha çox məsləhət görə bilərəm. TNS biznesi bizə qazandırdığı bir neçə üstünlüklər var. Bunlardan birincisi əlavə gəlirdir. İkincisi, maddi rifah maliyyə azadlığı. Üçüncüsü, şəxsi biznes. Dördüncüsü, daha çox aizdə var. Növbəti, şəxsi inkişaf. İnsanlara kömək edə bilirsiniz, yeni dostlar qazanırsınız, təminatlı qocalıb və öz qazandıqlarınızı insanlara miras qoya bilirsiniz. Məlumat bizneslə məşğul olduğunuz dövrdə, TNS-in məlumat biznes modelini tətbiq etdiyiniz dövrdə bu sadalanan 9 qazanc növlərini, gəlir növlərini siz əldə edirsiniz ki, bunlar da sizin üçün kifayətdir. Hansılar daha çox önəmli olsa desəniz mənim üçün, mən ikincini daha çox sizin üçün götürərəm, bir də beşinci. İkinci, maddi rifah və maliyyə azadlığı bizim həyatımızda çox önəm daşıyır. Bəzən insanlar deyir ki, pul əl çirklidir dostlar. Bu, mənim düşüncəmə görə yanlış bir fikirdir. Maliyyə durumunu dəyişməyin 3 əsas qaydası var. Birinci qayda belədir, qazanmaq üçün dəyişmək lazımdır. İkinci qayda belədir, tez qazanmaq üçün tez dəyişmək lazımdır. Üçüncü qayda belədir ki, çox qazanmaq istəyirsə çox dəyişməlisiniz. Maliyyə durumunuzu dəyişmək istəyirsinizsə, 5-ci hadisəyə mütləq diqqət etməlisiniz, şəxsi inkişafa. Çox maraqlı bir mövzuya gəlib çıxmışıq dostlar. Mövzu bundan ibarət. Deyir ki, bir sayda mükəmməl olmaq istəyirsə, birinci diqqət etməlisiniz başlamaq. Yəni deyir ki, başlamaq üçün mükəmməl olmağı gözləməyin. Amma mükəmməl olmaq üçün başlamaq lazımdır. Bəzən insanlar nə edir? Həyatından şikayətlənirlər, gileylənirlər, alınmır deyə düşünürlər. Amma bu gileylənliklərin yerinə hərəkət eləməyə başlasalar, onlar həyatlarında çox şey dəyişir. Allah Teala nə deyir? Deyir, istəmədiyiniz heç bir şeyi heç vaxt sizə vermir. Əgər bugün bir hadisəni sizə vermək istəyirsə, birinci onu sizə istədəcək, xəyal elətdirəcək, arzu elətdirəcək və həmin hadisəni sizə verəcək. Amma bizdən bax, balaca bir istəyi var. Deyir ki, sizdən hərəkət olmalıdır ki, məndən bərəkət olsun. Bugün danışdığım mövzular sizin TNS biznesinə əməkdaşlıq edəcək dövrdə lazım olacaq vacib məsələlərdən biridir. Əgər bu informasiyaların daha geniş şəkildə informasiya əldə etmək istəyirsiniz,
daha mükəmməl şəkildə məlumatlar əldə etmək istəyirsinizsə, mütləq şəkildə ayrılmış təlimatçılar var. Həmin insanlarla geniş müzakirələr apararaq TNS biznes modelini tətbiq edə bilərsiniz. Mən özüm 10 ildir TNS biznes modelini tətbiq edirəm. Həm təlimçi kimi, həm böyük peşəkar komanda ilə bu biznesi hərəkət gətirib. Yerli və beynəlxalq səviyyədə biznesə məşğul ola bilirsiniz. Siz də TNS biznesdən qoşularaq, TNS biznesini seçərək öz gələcək karyeranızı, gələcək planlamanızı, maliyyə durumunuzu dəyişə bilərsiniz. Şərt deyil ki, sizin bacarığınız var. Şərt deyil ki, sizin təcrübəniz var. Sıfır təcrübədə ola bilərsiniz. Həyatda heç bir təcrübəniz yoxdur. Biznes həyatına yeni başlayırsınız. Həyatda təcrübəniz var, amma tamam başqa bir sferalarda olmusunuz. Yeni ilə biznes sahəsindən başlayırsınız. Dostlar, biz dedik ki, başlamaq üçün mükəmməl olmağa ehtiyacınız yoxdur. Amma bir sahədə mükəmməl olmaq istəyirsinizsə, başlamaq lazımdır. Hər birinizi TNS biznesinə dəvət edirəm. Hər birinizi TNS biznesi ilə, TNS sisteminin əməkdaşlarına dəvət edirəm. İnanıram ki, sizlər də TNS bizneslə məşğul olaraq gələcək karyeranızı, gələcək maliyyə durumunuzu dəyişə bilərsiniz. Mənə diqqətlə dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.